Hello everyone. Salam hər kəsə. Bugünkü dərsimiz 7-ci sinif dərsliyindəndir. Unit 5, Lesson Review. Bölmə 5, dərs ümumi təkrar. Review bölməsi bilirsiniz ki, uşaqlar hər bölmənin sonunda olur. Bölmə boyunca nə dərslər keçmişiksə, nə qaydalar, sözlər öyrənmişiksə, onu bu bölmədə, yəni bu dərsdə tətbiq edirik. Exercise 1. Tapşırıq 1. Match the words to the situations. Bu uşaqlar definition'dır, hansı ki bizim sözün açıqlaması ilə sözü uyğunlaşdırmalıyıq. Yəni A-dən H-ə qədər bizə açıqlamaları verilib, qarşındakı rəqəmlə olansa sözlərin özləridir. Açıqlamasına uyğun olaraq biz uyğunlaşdırmalıyıq. Confident, özünə güvənən, özünə arxayın deməkdir. Açıqlaması olaraq bizə verilib. He is sure about his skills and he believes in himself. O özünə əmindir və öz bacarığına inanır. Yəni, təbii ki, bu özünə güvənən ifadəsini verir. Daha sonra biz baxırıq. Eynən olan cümləmizi oxuyacağıq. Her favorite sentence is all the best things are on the way. Onun ən sevimli cümləsi hər şey yolundadır, hər şey yaxşı olacaq mənasındadır. Təbii ki, uşaqlar bu olacaq optimistik. Sonda sizə rahat olması üçün qeyd edəcəm. Yəni, biz 3-ü E-in qarşısında yerləşdirəcəyik. Bir variantına baxırıq. Elə rahat olması üçün burada qeyd edirəm. 3-ü yazıram. Bir-yə baxıram. Yesterday I told him a joke and he didn't laugh. Dünən mən ona zarafat etdim, amma o gülmədi. In fact, he never laughs at any jokes. Bu həqiqətdir ki, o heç bir zarafata gülmür. Təbii ki, uşaq serious, yəni ciddi. 4-ü bura yerləşdiririk. C-yə baxırıq. She is a great person. O çox yaxşı insandır. Yesterday she gave all the money to a homeless person. Dünən o evsiz birinə bütün pulunu verdi. Təbii ki, uşaqlar generous olacaq bu, əli açıq, səxavətli. D-yə baxırıq. When I am with her, we have a great time. Mən onunla olduqda çox yaxşı vaxt keçiririk. She makes me laugh a lot. O məni çox güldürür. Təbii ki, uşaqlar bu olacaq. Fun loving, əyləncəli. E-yə baxırıq. He is my role model because he never tell lies. O mənim nümunəvi şəxsimdir. Çünki o heç vaxt yalan demir. Təbii ki, uşaqlar honest, səmimi, dürüst insan mənasında istifadə olunur. F-ə baxırıq. I am always late for meetings. Mən hər zaman görüşlərə gecikirəm. He always waits for me and never gets angry. O hər zaman məni gözləyir və heç vaxt əsəbləşmir. Bu təbii ki, uşaqlar patient, yəni səbirli söz olacaq. Yəni 7-ni yerləşdiririk. Son olaraq H-ə baxırıq. She knows all my secrets and never tells them to anyone. O mənim bütün sirlərimi bilir və bunu heç kəsə demirsə, təbii ki, bu olacaq reliable, etibarlı. Beləliklə, 1-də D, 2-də C, 3-də A, 4-də B, 5-də H, 6-da E, 7-də F variantlarını yerləşdiririk. Keçin növbətə tapşırığa. Exercise 2. Tapşırıq 2. Complete the questions using the deo conditional then answer the questions. Cümlələri, yəni tapşırığı sıfır şərti cümlələrlə tamamlayın və sualları cavablandırın. Biz keçmişdəki uşaqlar sıfır şərti o idi ki, cümlənin hər iki tərəfi indiki sadə zamanda idi. Dəqiq, fakt, hadisələri bildirirdi. Bizə nümunə olaraq verilib. What happens if you eat a lot of chocolate? Sən çoxlu şokolad yesən nə baş verər? If I eat a lot of chocolate, I have a toothache. Mən çoxlu şokolad yesəm, mənim dişlərim ağrıyacaq. İndi gəlin biz bunları, boşluqları tamamlayaq. What happens if you don't walk much? Sən çox gəzməsən, nə baş verəcək? Yəni uşaqlar burada not walk verib, biz indiki zamanın inkarında don't walk'dan istifadə edirik. Cavabları yazmamışam, çünki cavabları, yəni sualların cavablarını siz şəxsi olaraq yazacaqsınız özünüzə uyğun formada.
2-də what happens if you not go veribsə biz bunu don't go ilə verəcəyik. Don't go to school for a week. Sən həftədə bir dəfə, yəni daha doğrusu bir həftə məktəbə getməsən nə baş verəcək? Bu zaman uşaqlar not go veribsə don't go yerləşdiririk. 3-ə baxırıq. What happens if you forget your friend's birthday? Sən dostunun ad gününü unutsan nə baş verəcək? Bura sadəcə özü formasında qalır, inkarda vermirik, feil olduğu formasında qalır. 4-ə baxırıq. What happens if you yenə not verilib? Bu zaman don't come home on time. Evə vaxtında gəlməsən nə baş verəcək? Bu zamanda uşaqlar not verildiyinə görə don't-la əvəz edirik. 5-ə baxırıq. What happens if you late for school? Sən məktəbə geciksən nə baş verəcək soruşur. Bu zamanda biz baxırıq be-nin formaları am, is, are-dan birini yerləşdirməliyik. You olduğuna görə are yerləşdiririk. Beləliklə birinci boşluğa don't walk, 2-də don't go, 3-də forget, 4-də don't come, 5-də are yerləşdiririk. Cavablarısa, sualların cavablarısa uşaqlar özünüz qeyd edəcəksiniz. 3-cü tapşırığa baxırıq. Complete the questions using first conditional. Yəni birinci şərti cümlə ilə sualları tamamlayacağıq. Then answer the questions. Daha sonra sualları cavablandırın. 0 bizə nümunə olaraq verib. If you are bored tomorrow, what will you do? Əgər sən sabah sıxılsan, nə edə bilərsən? If I am bored tomorrow, I will buy a book to read. Əgər sabah sıxılsam, mən kitab alacağam. Yəni bu formada cavablandıracaq. Mən ulduzların yerinə uşaqlar sizə köməklik göstərəcəm, amma sualların cavabı şəxsi olaraq özünüz qeyd edəcəksiniz. What will you do if you? Uşaqlar baxırıq ki, if you verilib burada. Biz də bilirik ki, if-dən sonra indiki sadə zamanda istifadə etməliyik. Biz öncəki dərsimizdə keçmişdim sizə Grammar B-də ki, budaq cümlə və bizim əsas cümləmiz var. Yəni baş və budaq cümlə. Budaq cümlədə if istifadə edirik. Baş cümlədə isə if istifadə etmirdik. Birinci şərti budaq cümləsində. Gələcək zamanda istifadə edirik. Baxırıq ki, bu tərəfimiz ifdirsə, demək indiki sadə zamanda olacaq. Ona görə have olduğu kimi qalır. What will you do if you have a lot of homework for tomorrow? Sabah sənin tapşırığın çox olsa nə edəcəksən? Sualı verilir. Təbii ki, siz bunu özünüz cavablandıracaqsınız. 2-də baxırıq ki, uşaqlar burada bizim birinci tərəfimiz will-lə veriləcək. Çünki if-dən sonra indiki zaman yerləşdirilib. Bizim yəni baş cümləmiz gələcək zamanda olacaq. What will you do if you can't sleep tonight? Bu axşam yata bilməsən nə edəcəksən? Olacaq what will you do? 3-ə baxırıq. What films? Baxıram ki, if cümlənin ortasındadır. Digər tərəf sadə zamandadır. Demək bu tərəf birinci şərti budaq cümləyə görə baş cümləmiz bizim gələcək zamanda olacaq. What film will you watch if you have free time tonight? Bu axşam boş vaxtın olsa hansı filmə baxacaqsan? Olacaq what will you watch? 4-ə baxırıq. What will you do if you? Baxıram ki, if-dən sonra indiki zaman olmalıdır. Cümlə olduğu kimi qalır. Olacaq what will you do if you win a prize next month? Növbəti ay sən mükafat alsan nə edəcəksən? 5-ə baxıram. If you. If tərəf təbii ki, indiki zamanda olacaq. B-nin də formaları you-ya uyğun olaraq are-dan istifadə edəcək. If you are tired after today's classes, what will you do? Bugün dərslərdən sonra yorğun olsan nə edəcəksən? Təbii ki, uşaqlar sualları bir daha qeyd edirəm, özünüzə uyğun formada cavablandıracaqsınız. Mən sadəcə ulduzların yerinə hansı sözləri qoymaq lazımdırsa onları qeyd etdim. Tapşırıq 4. Complete the sentence. Cümlələri tamamlayın. Use their or first conditional. 0 və ya birinci şərti cümlədən istifadə edin. 0 bizə nümunə olaraq verilib. If I am sad, I talk with my best friend. Mən kədərləndikdə dostumla danışıram. Yəni ən yaxın dostumla danışıram. 1-ə baxırıq. If it snows this winter, I will make a snowman. Əgər bu qış qar yağsa, mən qar adam düzəldəcəm. Bu dəqiq deyil uşaqlar. Yəni qar yağarsa qar adam düzəldəcək ehtimaldır. Ona görə gələcək zamandan veririk. Yəni bunu birinci şərti budaq cümlə ilə veririk. 2-yə baxırıq. If you don't put ice cream in the freeze, it melts. Əgər sən dondurmanı soyuducuya qoymasan, o əriyəcək. Bu dəqiq faktdır. Əgər dondurmanı qoymasan, o əriyəcək. Ona görə bunu zero conditionalda veririk. 3-ə baxırıq. If I stay at home tonight, I will watch a film. Əgər bu axşam evdə olsam, filmə baxacam. Yəni ehtimaldır. Əgər olsam baxacam, ona görə gələcək zamandan veririk. Yəni birinci şərti budaq cümlə ilə. Keçirik növbəti tapşırığa. If I don't study well, my teacher will get sad.
Əgər mən yaxşı oxumasam, müəlliməm kədərlənəcək. Yəni ehtimaldır müəllimə kədərlənə bilər. 5-ə baxırıq. If I meet him this week. Əgər mən bu həftə onunla görüşsəm, I will be happy. Mən xoşbəxt olacağam. Yəni görüşsəm, ehtimaldır uşaqlar, dəqiq deyil. Dəqiq olanda biz Z-la veririk. Əgər dəqiq deyil, ehtimaldırsa, first-lə veririk. Exercise 5, tapşırıq 5. Complete the sentence using the first conditional. Yəni birinci şərti budaq cümlədən istifadə edərək cümlələri tamamlamaq lazımdır. Burada yazdıqlarım sadəcə nümunə olacaq uşaqlar. Bunu səviyyəyə ki, siz özünüzə uyğun formada qeyd edəcəksiniz. 1-ə baxırıq. If the weather is hot today, əgər bugün hava isti olsa, biz nə edə bilərik? Təbii ki, bunu uşaqlar mən nümunə olaraq yazmışam, siz fərqli cümlələrdə yaza bilərsiniz. If tərəf indiki sadə zamanda olduğuna görə digər tərəfi gələcək zamanda verməliyik. Yəni bu olacaq first conditional. We will go to the park. Əgər hava isti olsa, biz parka gedəcəyik. 2-yə baxırıq. If we ride our bicycles, əgər biz velosiped sürsək, it will be fun. Bu əyləncəli olacaq. 3-də if we are cold, əgər bizi soyuqdursa, we will put our coats. Biz gödəkçəmizi geyinəcəyik. Yəni, əgər bizə soyuq olsa, gödəkçəmizi geyinəcəyik. Və yaxud siz ola bilər ki, fərqli bir deyə bilərsiniz ki, biz evə gedəcəyik. Fərqli də yaza bilərsiniz. 4-ə baxırıq. If my friends are hungry, əgər mənim dostlarım acdırsa, I will invite them to the restaurant. Mən onları restorana dəvət edərəm. 5-də if we get tired, we will have a break. Əgər biz yorulsaq, biz dincələrik. 6-da if one of the bicycle breaks, we will get upset. Əgər velosipedlərdən biri qırılsa, biz kədərlənərik. Siz təbii ki, təmiri də apara bilərik deyə bilərsiniz. Fərqli cümlə də ola bilər. 7-yə baxırıq. The day will be great if it doesn't rain. Əgər yağış yağmasa, günümüz gözəl keçəcək. Yəni uşaqlar, bir dənə 7-ci cümləyə fikir versəz, görəcəksiniz ki, if-li tərəflər hər biri indiki zamanda, amma 7-ci cümləmizdə bizim birinci tərəf gələcək olduğuna görə if-dən sonra indiki zamanla veririk. Formada yerləşdirəcəyik. Gəldik vocabulary səhvimizə bizim. Find a mistake, yəni səhvləri tapırıq. Vocabulary bizim lüğətimiz, grammar, qrammatika, spelling isə hərf səhvləridir ki, bunları biz nəzər salmalıyıq. Baxırıq birinci cümləmizə. Reliable people enjoy telling jokes. Etibarlı insanlar zarafat etməyi sevirlər. Təbii ki, bu səhvdir. Fun loving olmalıdır burada. Yəni, əyləncəli insanlar zarafat etməyi sevirlər. 2-yə baxır. Generous people think positive about future. Səxavətli insanlar gələcək haqqında müsbət düşünür. Bu səhvdir uşaqlar. Burada optimistik olacaq. Çünki optimist, müsbət düşüncəli insanlar hər zaman gələcəkdə hər şey yaxşı olacağını düşünürlər. Ona görə 2-də generous yox, optimistik olacaq. 3-də honest people can wait for others for a long time and never get angry. Səmimi insanlar başqalarını uzun vaxt gözləyir, amma heç vaxt əsəbləşmir. Bu səmimi yox, təbii ki, səbirli insan olmalıdır. Patient olmalıydı. 4-də fun-loving people will never share your secret with others. Əyləncəli insanlar sənin sirlərini başqalarıyla paylaşmır. Təbii ki, bu əyləncəli deyil də etibarlı olmalıdır. Reliable olmalıdır. Ona görə burada səhvdir. Sağ tərəfdə qeyd etmişəm sizin üçün. Sadəcə izahdan sonra yaxınlaşdıracağım, diqqətlə baxa bilərsiniz. Gəldik grammar hissəmizə. If you will be late, biz görürük ki, if-dən sonra gələcək zaman verilib. Bu yanlışdır uşaqlar. If you are late olmalıdır. Çünki if-dən sonraki tərəf hər zaman budaq cümlə olduğuna görə gələcək yox, indiki zamandan olmalıdır. 2-yə baxırıq. I will put on a coat if it snows. Yəni, qar yaxsa gödəkçəmi geyinəcəm. Elə bir səhv görsənmir. Burada səhv bilirsiniz nədir uşaqlar? İndi nəzər salıram. If cümlənin ortasında gəlsə, bu zaman vergüldən istifadə etmirik. Ona görə səhvdir burada. 3-ə baxırıq. If the students make noise, teachers angry. Əgər şagirdlər səs salsa, müəllim əsəbləşəcək. Əsəbləşəcək olduğuna görə will be angry olmalıdır. Ona diqqət edirik. 4-də babies are hungry, they cry olmalıdır. If the babies hungry, they cry. Uşaqlar ac olduqda ağlayarlar. Bu formada digər tərəfə baxırıq. Spelling, yəni hərf səhvidir burada. My uncle is very serious olmalıdır. Uşaqlar, orada hərf səhvi var. Yəni orada u-nu siliblər. U olmalıdır. 2-də baxırıq ki, patient sözündə patient yazılır. Yəni orada e hərfi olmalıdır. I hərfi yəni yazılmayıb. 3-də baxırıq. My sister is optimistic. C hərfi ilə yazılır. Yəni ingiliscə k hərfi var. Optimistic C olaraq yazılır. 4-də baxırıq. Burada confident sözündə t ilə yazılır, amma burada d ilə yazıblar. Onlara nəzər salırıq. Belə uşaqlar, dərsimiz bu qədər.
İnşallah ki izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.